Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Mən Gülər Orcova, FES Akademinin riyaziyyat müəllimiyəm. Bugün sizinlə birlikdə təqdim etdiyimiz blok sınağının izahına baxırıq. Lakin sınağın izahına keçməzdən öncə xatırlatmaq istəyirəm ki, əgər sizlər də bizim dərslərimizdə iştirak etmək istəyirsinizsə, bax ekranda gördüyünüz 077 598 3800 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə başlayaq suallarımızın izahına. Baxırıq birinci suala. Birinci sualda deyir ki, kürə mərkəzdən 10 cm məsafədə olan müstəvi ilə kəsilmişdir. Kürənin radiusu 14 cm olarsa, alınan kəsiyin sahəsini hesablayın. Baxın, bu olsun deməli bizim kürəmiz. Bu da olsun onun müstəvi kəsiyi. Deyir ki, bu müstəvi kəsiyi mərkəzdən 10 cm məsafədədir. Aha, bax mərkəzdən bu formada 10 cm məsafədə olsun. Bu da onun radiusudur. Qeyd edirəm. Məsafə dediyinə görə burada mütləq perpendikulyarlıq olmalıdır. Mərkəzdən 10 cm məsafədədir və kürənin radiusu da 14 cm-dir. Buraya yazırsınız 14 cm. Bizdən nəyi tələb edir? Kəsiyin sahəsini tapmalı. Bu kəsiyin sahəsini tapmaq üçün onun radiusunu bilmək lazımdır. Birinci növbədə gəlin bu radiusu deməli hesablayaq. Bura bir kiçik r desəm, Pifaqor teoremini tətbiq etsəm, katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabər olmalıdır. Yəni r kvadrat üstəgəl 10-un kvadratı 100 bərabər olmalıdır hipotenuz, yəni 14-ün kvadratına. Burada da 196 eləyir 14-ün kvadratı. Buradan r kvadrat bərabərdir 196-dan 100-ü çıxsaz cavab edir 96. Deməli r kvadrat 96-dır. Bizdən də kəsiyin sahəsini istəyir. Axı sahə də pi r kvadrat düsturu ilə tapılır. Sadəcə gətirib yerinə, bax bu r kvadratın yerinə 96 yazsaz, deməli düzgün cavab 96 pi kvadrat santimetr olmuş olacaq. Deməli birinci sualda testimizin düzgün cavabı olur A bəndi. Keçək növbəti suala. Baxırıq ikinci suala. İkinci sualda deyir ki, bankdan əvvəlcə məbləğin 40%-ni, sonra isə qalan məbləğin 40%-ni götürdülər. Bankda əvvəlki məbləğin neçə faizi qaldı? Baxın, hər iki dəfə, bir dəfə 40%, o bir dəfə də 40% götürüblər. Əgər bir dəfə A faiz, deməli, bir dəfə A faiz, bir dəfə də B faiz qədər aşağı salınırsa, bu məbləğ, yəni qiyməti aşağı düşürsə, onu da yadda saxlayın ki, 100 çıx A vurulsun 100 çıx B bölünsün 100 qədər, baxın, bu qədər faiz deməli qalacaq. Bax, bu qədər qaldı. Bir daha deyirəm, bir dəfə 40%, sonra qalan məbləğin yenidən 40%-ni götürüblər. Hər iki A da B də 40 ifadə edir. Onda olacaq 100 çıx 40. Gəlir üzərində yazın bunu. Deməli 100 çıxılsın 40, 100 çıxılsın 40. Hər ikisində olur 60. 60 vurulsun 60 bölünsün 100% qədər qalacaq. Bu da bərabərdir 0 olar getsə 6 vurulsun 6, düzgün cavab 36% alınmış olur. Yəni ikinci sualda testimizin düzgün cavabı olur A bəndi. Keçək növbəti suala. Baxırıq üçüncü sual. Üçüncü sual deyir ki, bu ifadənin qiyməti 24-ə bərabər olarsa, n-i tapın. Baxın, bu birinci kəsrə dəymirik. 1 bölünsün, n çıxılsın 1 faktorial olduğu kimi qalır. Burada isə 3, baxın, bunu bir vahid azalda gedirik. Bir vahid azaltsaq nə olacaq? N özü qalır, amma yanında olacaq n çıxılsın 1 faktorial. Və vurulsun n üstə gəlsin 1 faktorial bərabərdir 24-ə. İndi buna ortaq məxrəc götürsək, olacaq n vurulsun, n çıxılsın 1 faktorial. Bunu buna bölsək, baxın, n çıx 1 faktorial gedir, n qalacaq üstə gəl. Bunu buna bölsək, birbaşa cavab 3 qalacaqdır, surətin özü. Vurulsun, indi gəl n üstə gəl 1 faktorialda bir vahid azaldaq. Əvvəlcə özünü yazırsınız, n üstə gəl 1. Sonra n yazırsınız və ən sonunda yenə bir vahid azaldanda n çıx 1 faktorial alınmış olur. Bərabərdir 24-ə. İndi ixtisar var. Bu n çıx 1 faktorialla n çıx 1 faktorial gedir. Bu n ilə də bu n gedir. Bax, qalır bu ifadə, yəni n üstə gəl 3 vurulsun n üstə gəl 1. Gəlin vurub açaq. N-i n-ə vuranda n kvadrat, n-i 1-ə vuranda 1n eləyir. Bunu da vuranda 3n. Toplayanda 4n edir. 3-ü 1-ə vuranda 3 eləyir. 24-ü atsaz bu tərəfə mənfi 24 eləyir. Yəni 3 çıxılsın 24. O da eləyir mənfi 21. Bərabərdir 0-a. İndi v-yə görə köklərini düşünsək, buradan birincisi olmalıdır mənfi 7. N2 isə bərabər olmalıdır 3-ə. Çünki mənfi 7-ni 3-ə vuranda mənfi 21 eləyir. Toplayanda da mənfi 4. Təbii ki, n buradan natural olduğu üçün mənfi 7 götürmək olmaz. Düzgün cavab 3 alınmış olur.
Deməli, 3-cü sualda testimizin doğru variantı olur C bəndi. C bəndi C variantı. Keçək növbəti suala. Baxırıq 4-cü suala. 4-cü sualda deyir ki, üçbucaqlı DABC piramidasında DA yan tili ABC oturacaq müstəvisinə perpendikulyardır. BAC bucağı 90 dərəcə, bu üç tərəf bir-birinə bərabər və D təpəsindən BC düz xəttinə qədər məsafə 5/6 cm olarsa, piramidanın hündürlüyünü tapın. Burada bizim üçün vacib olan məsələlərdən biri şəklin düzgün qurulmağıdır və şəkli düzgün qurduqdan sonra isə deməli uşaqlar, şəkli düzgün qurduqdan sonra həmin şəkil üstündə işləməkdir. Təbii ki, qaydaları biliriksə, hər birini tətbiq edə işləyə biləcəyik. Deməli, üçbucaqlı DABC piramidasını gəlin çəkək. Bunun deməli oturacağım düz üçbucaqdır. Bizə deyir ki, bu DA yan tili ABC oturacaq müstəvisinə. Baxın, bu ABC oturacaq müstəvisidir. ABC. Bu ABC oturacaq müstəvisinə perpendikulyardır. Baxın, perpendikulyar deyil, yəni burada belə bir 90 dərəcəli bucaq əmələ gətirməlidir. Hansı yan tilidir? DA yan tilidir. İndi gəlin bu D təpəsini piramida daxı bu B ilə də birləşdirək buradan. Və bu C ilə də birləşdirək. Baxın bu formada. Aha. Deyir BAC 90 dərəcədir. BAC. Bax fikir verin. Bunun özündə bizə düzbucaqlı üçbucaq verir. Bax görürsünüz, oturacaqdır düzbucaqlı üçbucaqdır. AD bərabərdir AB-yə. Bax bu AD bərabərdir buradakı AB-yə, o da bərabərdir AC-yə. Olarsa, baxın, biz bunu oxuyanda artıq nə görmüş olduq? İkinci cümləni oxuyanda. Gördüm ki, bu ABC düzbucaqlı üçbucaqdır və hətta bunun katetləri bir-birinə bərabərdir. Bax, AB katetindən AC kateti bir-birinə bərabərdir. Onda bu olur bərabər yanlı düzbucaqlı üçbucaq. Bərabər yanlı. Bunu da müəyyən etdik. Deyir, D təpəsindən BC düz xəttinə qədər olan məsafə. Bax, bu D təpəsindən BC-yə qədər olan məsafə. Yəni, burada hündürlüyü çəkdik. Bu apofemdir artıq. Bura deyir, nəyə bərabərdir? 90 dərəcə olduğunu qeyd edək. Bu bərabərdir 5/6. 5 kök altında 6 santimetr olarsa piramidanın hündürlüyünü tapın. Lap yaxşı. Piramidanın hündürlüyü budur. Bax, bunu istəyir məndən. X-i. Bura X-dir, düzdür. 3'ü bir-birinə bərabər deyildi. Burada X yazarsınız, burada X yazarsınız. Və diqqətlə baxın, ABC bərabər yanlı düzbucaqlı üçbucaq idi. Biz də öyrənmişik ki, bərabər yanlı düzbucaqlı üçbucaqda bu katetlər əgər bir-birinə bərabərdirsə, onda bu hipotenüs neçə olacaq? X kökdə 2 olmuş olacaq. Yəni katetin kökdə 2 mislinə bərabər olur uşaqlar. Bu da oldu X kök altında 2. İndi bizə nə lazımdır? Əsas bizə bu lazımdır ki, bura X kök altında 2-dir, doğrudurmu? Aha, indi bizə nə lazımdır? Bax, diqqətlə fikir verin. Bu X burada var, bu 5 kök altında 6-da var. Bunun həm düzbucaqlı üçbucağa tamamlanması üçün, həm də belə deyək, Pifaqorla gedə bilməyimiz üçün, bax, buradan belə bir deməli, hündürlüyü çəkirik. ABC düzbucaqlı üçbucağının mən hündürlüyünü çəkmiş oldum burada, fikir verin. Bu buna perpendikulyardır. Biz də bilirik ki, bərabər yanlı üçbucaqda hündürlük həm də nə sayılır? Təpədən endirilən median sayılır. Və bu median elə bu hipotenüsün yarısı olmuş olacaqdır. Uşaqlar, bura x kök altında 2-dirsə, deməli sizin çəkdiyiniz bu düz xətt olacaq x kök altında 2 bölünsün 2. Bax, bir daha xatırladıram. Düzbucaqlı üçbucaqda, özü bərabər yanlı düzbucaqlı üçbucaqda. Təpədən çəkdiyimiz bu hündürlük həm deməli hündürlük olur, həm də median olur. Bizə median xəssəsi nə demişik? Hipotenüsün yarısına bərabərdir. Onda bu hündürlük də x kök altında 2 bölünsün 2, yəni bunun yarısına bərabər olmuş oldu. Baxın, diqqətlə baxsaq, bu buna perpendikulyardır. Deməli, burada da düzbucaqlı üçbucağa əmələ gəlir. Onda verilən bu düzbucaqlı üçbucağa nəzərən, bax, fikir verin. Buradakı düzbucaqlı üçbucağa nəzərən biz nə edə bilərik? Pifaqor teoremini tətbiq edə bilərik. Pifaqor teoremi bizə deyir ki, katetlərin kvadratları cəmi hipotenüsün kvadratına bərabər olmalıdır. Bax, katetin biri budur, x-dir. Yazırsınız x kvadrat üstə gəl. Bu katetin kvadratı. Bu katetin kvadratı yüksəldəndə olur 2-də 1. Çünki bu 2 bölünsün 4 olur. İxtisar gedəndə 2-də 1. 2-də 1 x kvadrat bərabər olmalıdır bunun kvadratına. Bu da 25 dəfə 6, yəni 150-yə bərabər olmuş olur. 1 tamdan 2-də 1 toplayanda 2-də 3 eləyir. 2-də 3 x kvadrat əgər bərabərdir 150-dirsə, buradan x kvadrat 150 bölünsün 2-də 3 vurulsun 3-də 2 eləyir. Bununla bu ixtisar gedir 50, 50-ni də 2-yə vuranda eləyir 100. Əgər x kvadrat 100-ə bərabərdirsə, deməli bizə lazım olan x 10 cm alınmış olur.
Bax, piramidanın hündürlüyünü istəyirdi. Bunun da düzgün cavabı 10 alınmış olur. Yəni testimizin doğru variantı olur D bəndi. Keçək növbəti suala. Baxırıq 5-ci suala. 5-ci sualda deyir ki, fx bərabərdir 4x kub üstəgəl 2x funksiyasının qrafiki A nöqtəsindən keçirsə, A-nın koordinatlarında 1 və 27 verib. A nöqtəsindən keçən, deməli, fx ibtidai funksiyası üçün f-2-ni hesablayın. Bizə verilən bu funksiyanın ibtidai funksiyasını tapmaq üçün, baxın, hər tərəfdən bunu inteqrallayırsınız. Deməli, burada dx, bunu da yanına yazırıq, dx. Baxın, bunun inteqralını tapanda necə olurdu? Bərabərdir. 4x kubunun inteqralı olur x üstü 4. 2x'in də inteqralı olur x'in kvadratı. Bir dənə nə var burada? Üstəgəl c. Bax, deyir ki, bu fx 1,27 nöqtəsindən keçməlidir. X-in yerinə 1, y-in yerinə 27. Olur 1, üstəgəl 1, üstəgəl c bərabər olmalıdır 27-yə. Onda 27-dən də 2 çıxsaz, burada c-nin qiymətini 25 tapmış oluruq. C-nin qiyməti 25-ə bərabərdirsə, onda həmin bu ibtidai funksiya bərabər olur. X üstü 4 üstəgəl x kvadrat və bu c-nin də yerinə nə yazmış oluruq? 25 yazmış oluruq. İndi gəlin f-2-ni hesablayaq. f-2 bərabərdir. Deməli, -2 üstü 4 16, kvadratı 4 üstəgəl 25. Toplasaq 20 üstəgəl 25, düzgün cavab 45 alınmış olur. Yəni 5-ci sualda testimizin doğru variantı olur Y bəndi. Keçək növbəti suala. Baxırıq 6-cı suala. 6-cı sualda deyir ki, BN həndəsi hissəsində B1 bərabərdir 4 olarsa, bu ifadənin qiymətini tapın. Gəlin bunu kvadratlar fərqi kimi yazaq. B9 çıxılsın B1, vurulsun B9, üstə gəlsin B1. Həmçinin məxrəc olduğu kimi qalsın B17 çıxılsın B1. B17-ni gəlin B1 vurulsun Q üstü 16 kimi yazaq, çıxılsın B1. Bu da bərabərdir. Baxın, burada B9, adətən silsilə məsələlərində açılışı yazanda demək olar ki, cavabı gedib çıxmaq olur. Baxın, bu B9-u B1 vurulsun Q üstü 8 kimi yazıram. Eynilə buradakı B9-u da B1 vurulsun Q üstü 8 kimi yazıram. Doğrudurmu? İndi buradan B1-i gəlin ortaq vuruq kimi çıxardaq mötərizənin xaricinə. Nə qalacaq? Q üstü 8 çıxılsın 1. Buradan da B1-i ortaq vuruq kimi mötərizə xaricinə çıxardırsınız. Qalacaq Q üstü 8 çıxılsın 1. Məxrəcdə də yenə B1-i ortaq vuruq kimi çıxardıram. Qalır Q üstü 16 çıx 1. Baxın, bu B1 ilə bu B1 ixtisar getdi. Bu öz yerində. İndi mötərizələrə baxsaz, bax, fikir verin. Q üstü 8 çıxılsın 1, Q üstü 8 üstəgəl 1 olmalıdır. Düzdürmü? Bu da bizə A çıx B, A üstəgəl B-ni xatırladır. Olacaq Q üstü 8-in kvadratı Q üstü 16, çıx 1-in də kvadratı 1-dir. Elə məxrəcdəki bu ifadəni verdi də bizə. Deməli, bu ikisi ilə bu ixtisar gedəcək. Sadəcə düzgün cavab B1 qalmış olacaq. B1-in də qiyməti bizə 4 veribsə, deməli, bu ifadənin də cavabı 4 alınmış olur. Testimizin doğru variantı olur D bəndi. Keçək növbəti suala. Baxırıq 7-ci sual. 7-ci sualda deyir ki, loqaritm 3/1 əsasdan x üstəgəl 4, 3/1 əsasdan x çıx 4 böyük bərabərdir 3/1 əsasdan 20 olarsa, bu bərabərsinin tam həllərinin cəmini tapın. Biz bilirik ki, əsaslar eyni olduqda, bu ortada üstəgəlmə olanda bunlar bir-birinə vurulur. Yəni, loqaritm 3/1 əsasdan olur x üstəgəl 4. Gəlin belə yazaq da, bu x üstəgəl 4 vurulmalıdır x çıxılsın 4-ə. Bu da bizə nəyi verəcək? X kvadrat çıxılsın 16-nı vermiş olacaq. Yəni, birbaşa yazdım. Və bu da böyük bərabərdir. Bu sağ tərəf olduğu kimi qalır. Loqaritmi 3/1 əsasdan 20. İndi burada əsasımız 3/1-dirsə, deməli, işarə dəyişəcək. Çünki 0 ilə 1 aralığında. Bu olur x kvadrat çıxılsın 16 kiçik bərabərdir 20-dən. 20-ni atırsınız bu tərəfə. X kvadrat çıx 36 kiçik bərabərdir 0 olur. Baxın, burada köklər 6 və -6-dır. Bax, bura -6-dır, burada 6-dır. X kvadrat olduğu üçün kənarlar müsbət, orta mənfi olur. Bizə də mənfi lazımdır, buranı iştiqləyirsiniz. Deməli, bunun cavabı olur -6 ilə 6 aralığı. Amma nəyə diqqət etmək lazımdır? Biz demişik ki, bax, bu hissə, loqaritmlə ədədin yeri olduğu bu hissə özləri mənfi ola bilməz, müsbət olmalıdır. Deməli, burada kənarda yazıram ki, x üstəgəl 4, x üstəgəl 4 böyükdür 0-dan, burada x böyükdür 4-dən. Daha sonra x çıxılsın 4 böyükdür 0-dan, bu -4 olmalıdır. Aha. X çıx 4 böyükdür 0-dan, x də böyükdür 4-dən olmuş olacaq. Yəni, burada 3 həlli kəsdirmək lazımdır. Bax, 1 bu, 2 bu, 3 də bu. 3 həllin cavabı sonda, yəni kəsdirməsi yazılmalıdır. Gəlin, baxaq. Deməli, -6, 6 aralığını qeyd edirəm əvvəlcə.
-6 və 6. Buranı ştrixlədik. Bu 1. Sonra 4-dən böyüklər. Baxın 4 burada yerləşir və içi boş olmalıdır. 4-dən böyüklər. Deməli bu hissədir. Bir də bizə deyir ki, -4-dən böyüklər. Gəlin onu da burada deməli göy qələmlə göstərək. -4 də buradadır. Bu da olur bizdə -4-dən böyüklər. Bax bu formada göstərin. Fikir verin. Yuxarı ilə aşağının onsuz da qara ştrixləndiyi hissə bu ikisi var idi. Göy də bura daxil olanda üçünün də eyni anda ştrixləndiyi hissə bax buradır. Bax fikir verin buradır. Yəni 4-ü ala bilmir, amma 6-nı ala biləcək. Bura hansı tam həllər daxildir? 1, 5 daxildir, bir də 6 daxildir. Sizdən bunların cəmini istəyir. Deməli düzgün cavab 11 alınmış olacaq. 11, yəni burada 7-ci sualda, indi Y variantına baxın. Baxın Y bəndində. Düzgün cavab 11 qeyd olunub. Yəni 7-ci sualda testimizin doğru variantı olur Y bəndi. Keçək növbəti suala. Baxırıq 8-ci suala. 8-ci sualda deyir ki, C nöqtəsi AB parçasını A nöqtəsindən başlayaraq 2-nin 3-ə nisbətində bölürsə, AC bölünsün AB nisbətini tapın. Baxın, A nöqtəsindən başlayaraq 2-nin 3-ə nisbətində bölür. Bura 2K yazırsınız, bura 3K yazırsınız. İndi AC bölünsün AB nisbətini istəmir sizdən. AC 2K'dır. Bölünsün, bu dəfə AB-ni istəyir. 2K üstəgəl 3K. Bu da eləyir 5K. Bax, K'lar burada. Deməli, ixtisar gedir. 2 bölünsün 5. O da 0,4 alınmış olur. Yəni 8-ci sualda testimizin düzgün cavabı olur B bəndi. Keçək növbəti suala. Baxırıq 9-cu suala. 9-cu sualda deyir ki, MN və NM natural ədədləri üçün, bax bu ifadə doğru olarsa, MN ədədini tapın. Diqqətlə baxsaq, bu MN-in açılışı nədir? 10M üstəgəl N. NM-in açılışı nədir? 10N üstəgəl M. Bunları toplayanda 10M üstəgəl M, bu bizə verəcək 11M-i. N üstəgəl 10N, bu da bizə verəcək 11N-i. Bölünsün. Burada MN 10M üstəgəl N deməkdir. NM isə 10N üstəgəl M deməkdir. Amma qarşısında çıxma var deyə işarəni dəyişir. Bu da çıx olacaq, bu da çıx olacaq. Deməli 10M-dən bu M-i çıxanda qalır burada 9M. N-dən 10N çıxanda bu da eləyir -9N. Bərabərdir 5-də 11-ə. Yuxarıdan 11-i çıxardarıq mötərizənin xaricinə, qalar M üstəgəl N. Aşağıdan 9-u çıxardarıq mötərizənin xaricinə. Gəlin belə edək, heç 9-u burada çıxartmayaq. 9M çıxılsın, 9N qalsın. Bu da bərabərdir 5-də 11-ə. Onsuz da bu 11 ilə buradakı 11 ixtisar gedəcək. Burada 1 qalacaq. Və bu 1-i məxrəcə vuranda elə olduğu kimi 9M çıxılsın, 9N olsun. Amma bu 5-i buradakı surətə vuranda M üstəgəl N-ə vurmalısınız. Bu da eləyəcək 5M üstəgəlsin 5N. İndi M-ləri bir tərəfə yığaq, ədədləri bir tərəfə, N-ləri bir tərəfə. 9M çıxılsın 5M, bu eləyir 4M. 5N üstəgəl 9, bu da eləyir 14N. Hər ikisini 2-yə ixtisar aparsam, burada 2M olacaq, burada da 7N alınmış olacaq. Və bizdən M-in ədədini istəyir. Deməli, M-in qiyməti burada 7-dir. N-in qiyməti isə burada 2-yə bərabər olmuş olur. Və M-in ədədini istədiyinə görə, deməli, düzgün cavab 72 alınmış olur. Yəni, 9-cu sualda testimizin düzgün cavabı olur C bəndi. Keçək növbəti suala. Baxırıq 10-cu suala. 10-cu sualda deyir ki, mərkəzi O nöqtəsində olan çevrədə ANB qövsünün dərəcə ölçüsü 46 dərəcə olarsa, ABS bucağını tapın. Baxın, bu qövsün dərəcə ölçüsü 46 dərəcədir. Bu da diametri. Biz bilməliyik ki, diametrə söykənən bucaq 90 dərəcədir. Və bu qövs 46 dərəcədirsə, həmin qövsə söykənən daxilə çəkilmiş bucaq onun yarısı olmalıdır, 23 dərəcə. Deməli, burada düz bucaqlı 3 bucaq yaranıb, sizdən digər iti bucağı istəyir. 90 dərəcədən də çıxacaqsınız 23 dərəcəni. Düzgün cavab 67 dərəcəyə bərabər olmuş olacaq. Yəni 10-cu sualda testimizin düzgün cavabı olur Y bəndi. Keçək növbəti suala. Baxırıq 11-ci sual. 11-ci sualda deyir ki, Y bərabərdir Y üstü X üstəgəl 1 bölünsün X funksiyasının qiymətlər çoxluğunu tapın. Bu hansı yolla həll olunacaq? Koşu bərabərsizliyi ilə. Və siz bu X üstəgəl 1 bölünsün X-in 2 halına baxmalısınız. Birinci halda bunu müsbət kimi qiymətləndirməlisiniz. Əgər bu müsbətdirsə, biz deyirik ki, deməli, koşuya görə X üstəgəlsin 1 bölünsün X böyük bərabər olmalıdır. 2 vurulsun kök altında X vurulsun 1 bölünsün X. Bu X-lar ixtisar gedir, burada sadəcə qalır 2. Yəni, X üstəgəlsin 1 bölünsün X böyük bərabərdir 2-dən. Əvvəlcə gətirirsiniz bu Y-nin üzərinə.
Bax, bu fikir verin. Y üstü 2-dən müsbət sonsuzluğa gedir də bu. Bax, 2-dən müsbət sonsuzluğa getmiş olur. Bunun cavabı bizdə nə alınır? Y üstü 2y kvadrat deməkdir. Və y üstü müsbət sonsuzluq elə müsbət sonsuzluq deməkdir. Bax, birinci həllimiz budur. Bu 1. İkincidə isə siz baxmalısınız bunun mənfisinə. Yəni, x kiçikdir 0 halına. Əgər x kiçikdir 0 olarsa, x üstə gəlsin. 1 bölünsün x, kiçik bərabər olacaq. Mənfi 2 vurulsun. Kök altda bunların hasili. Yenə x-lar ixtisar gedəndə, x üstə gəl. 1 bölünsün x, kiçik bərabər olacaq mənfi 2-dən. Yəni, mənfi sonsuzluqdan mənfi 2-yə gedər. Bunu da y üstündə yazanda, baxın, mənfi sonsuzluqdan mənfi 2-yə qədər. Bir dəqiqə. Mənfi sonsuzluqdan mənfi 2-yə qədər bərabərdir. Bir çox şagirdimiz bu y üstü mənfi sonsuzluğu elə mənfi sonsuzluq yazırlar. Olmaz. Bu üslü qüvvət mənfi cavab verməz sizə. Bunun ala biləcək kiçiyi 0-dır. Daha doğrusu 0 da ala bilmir, amma 0 qiymət yazırsınız bura. Y üstü mənfi 2-dir ki, mənfi qüvvət olanda tərsinə çevrilir. Olur 1 bölünsün y-nin kvadratı. Qutardı, getdi. Bu da bizim cavabımızdır. Verilən ifadələrin, baxın, həm birinci tapdığımızın, həm də ikinci tapdığımızın bir yerdə birləşməsini götürsəz uşaqlar, deməli, düzgün cavab burada A variantı, A bəndi alınmış olur. Bu da bizim, deməli, 11-ci sualımızın izahı. Keçək növbəti suala. Baxırıq 12-ci sual. 12-ci sualda deyir ki, ABCD trapesiyasında BC AD-yə paraleldir, BC 2-dir və bu tərəflər belə olarsa trapesiyanın perimetrini tapın. Gəlin, burada biz trapesiyanı öncəliklə qeyd edək. Deməli, birinci növbədə. Trapesiyamız olsun belə bir trapesiya. Və adlandırırıq bu trapesiyanı A, B, C və D. BC AD-yə paraleldir. Bunu özü bizə deyir. BC 2-dir. AD 18-dir. Sonra CD 5-dir. BD burada diagonaldır artıq. BD diagonalı bərabərdir 6 olarsa, bu da 6 olarsa, trapesiyanın perimetrini tapın. Gəlin tapaq. Trapesiyanın bu hündürlüyünü indiririk. Baxın bu hündürlük. Bir də bu hündürlüyünü indiririk. İki hündürlük indirildi. Burada da belə bir düz bucaq çəkirik. Burada da. Bu da H-dır. Bu da H-dır. Baxın, yuxarı 2-dirsə, avtomatik gəlin buna BH deyək. Bu da CK olsun məsələn. Yuxarı 2-dirsə, bu aşağıda 2 olacaq. Ümumi 18 deyil. Fikir verin, ümumi 18 isə. Mən bura x desəm, bura nə olacaq? 16 çıxılsın x olmuş olacaq. Bircə dəqiqə. Mən bura x desəm, bax bu hissə olacaq 16 çıxılsın x. 16 çıx x. Çünki 18-in ikisi buradadırsa yerdə 16 qalır. Bura x demişsə, bura olur 16 çıxılsın x. İndi burada 2 düz bucaq, 3 bucaq var. Birinci növbədə, baxın birinci növbədə 3 bucaq B, H, D. Düz bucaq, 3 bucaqdır. B, H, D. Pifaqor teoremini yazıram burada. Deməli, hündürlüyün kvadratı üstə gəl. Bax, bu katetin. Bu katet nədir? 2 buradadır. 16 çıx x buradadır. Olur 18 çıxılsın x. Bax, bunun kvadratı. Bərabər olmalıdır hipotenuzun kvadratı, yəni 6-nın kvadratı 36-ya. İkinci, digər düz bucaq, 3 bucağa baxsaq. C, K, D. 3 bucaq C. Çalışın adlarla baxasınız. Yəni şəkildə qarışdırmayasınız. C, K, D-də katetlərin kvadratları cəmi. Hündürlüyün kvadratı üstə gəl. 16 çıxılsın x-in kvadratı. Bu da bərabər olmalıdır. Hipotenuz 5-in kvadratı 25. Aldıq sistemə bunları bir-birindən çıxdıq. Hündürlüyün kvadratı getdi. 36-dan 25 çıxanda 11 eləyir. İndi bundan bunu çıxmalıyıq. Gəlin A kvadrat çıx B kvadrat kimi gedək. Birincidə olacaq 18 çıx x. İndi çıxılsın bu ifadəni yazmalıyam. Çıx 16 üstə gəl x olacaq. O birində 18 çıx x üstə gəl bu ifadəni yazmalıyam. O da üstə gəl 16 çıx x olaraq qalır. Mənfi x müsbət x getdi. 18-dən 16-nı çıxırıq 2 eləyir. Burada 18-in üstündən 16 gələndə 34. Bu da mənfi 2x bərabərdir 11-ə. Vurub açsam 68 çıx 4x bərabərdir 11-ə. 4x bərabərdir 68 çıxılsın 11. 57 x də bərabərdir 57 bölünsün 4. Bunu gəlin elə burada qeyd edək. Bax, x-in cavabını tapdıq 57 bölünsün 4. Yəni bu hissə ki var. Bax, bura, ki bu yoxdur burada. Bunun yerinə yazırsınız 57 bölünsün 4. İndi gəlin bu 16 çıx x-i də hesablayaq birbaşa olaraq. Çünki 16 çıx x-i hesablasam, həmin o CKD üçbucağından istifadə edib hündürlüyü düzgün cavab kimi tapa bilərəm. Sonra da hündürlüyü bu tərəfdə işləməliyim. Çətin sual deyil, amma həlli biraz uzun gedən bir sualdır.
Baxın 16 çıx x. 16 çıxılsın 4-də 57. Bu da bərabərdir 4-də 64 çıxılsın 57. Yəni cavab 4-də 64 çıxılsın 57. 4-də 7 cavabını almış oluram. Bax bu x-i də buradan silirəm. 16 çıx x buradan silinir. Bunun cavabı olur 4-də 7. İndi hər ikisində olan, hər iki daha doğrusu düzbucaqlı üçbucaqdan istifadə edirəm. Birinci bu düzbucaqlı üçbucaqdan istifadə edirəm. Baxın buradakı bu düzbucaqlı üçbucaqdan istifadə etsəm. Hündürlüyün kvadratını tapmaq üçün 5-in kvadratından, yəni hipotenuz orada 5-dir. 5-in kvadratından çıxmalıyam 4-də 7-nin kvadratını. Bu deyilir 16-da 49 bərabərdir. 16-da bunun məxrəci 1-dir. Yuxarıda olacaq 25 vurulsun 16, çıxılsın 49. Bu da bərabərdir 16-da 25 vurulsun, deməli 16 bizə verir 400-ü. Və 400-dən çıxmaq lazımdır 49-u. Bu deyilir 16-da, deməli 351. Bax, bunu belə saxlayacağım. Bu hündürlüyün kvadratı olur 16-da 351. Niyə görə belə saxlayıram? Çünki buradakı düzbucaqlı üçbucağa gəlsəm, yenə AB-ni tapa bilməyim üçün katetlərin kvadratları cəmi lazımdır mənə. Hündürlüyün kvadratı hazır var. 16-da 351. Üstəgəl, indi bu katetin 4-də 57-nin kvadratını hesablamaq lazımdır. 4-ün kvadratı 16-dır. 57-nin kvadratı 3249. Və bu ikisini topladıqda olur 16-da 3600. Baxın, AB-nin kvadratı, hipotenuzun kvadratı 16-da, daha doğrusu 16-da 3600-ə bərabərdirsə, onda AB-nin özü kök altda bu ifadədir. Kök altda çıxardanda 16-dan 4 çıxır, 3600-dən də 60. 60-ı 4-ə böləndə oldu 15. Nəhayət, bax, buranın da 15 olduğunu tapdıq. Əgər bu hissə 15-dirsə, bizdən perimetr istəyir axı. Perimetri tapmaq üçün 4 tərəfin 4-ünü toplamaq lazımdır. Bax, 15, üstəgəl 5, 20 elədi. Üstəgəl 2, 22 elədi. Bu bütövdə 18-dir. Bax, burada yazılmışdı. Üstəgəl 18, deməli, bunun da düzgün cavabı 40 alınmış olur. Yəni, 12-ci sualda testimizin düzgün cavabı olur B bəndi. Keçək növbəti suala. Baxırıq 13-cü suala. 13-cü sualda deyir ki, A-nın hansı qiymətində 2 sinus x üstəgəl kosinus x bərabərdir kök altda 5 loqaritm 2 əsasdan A tənliyinin həlli var. Biz bilməliyik ki, A sinus x üstəgəl B kosinus x funksiyasının deməli alacağı qiymətlər hansı aralıqda yerləşir? Mənfi kök altında A kvadrat üstəgəl B kvadrat, bir də müsbət kök altında A kvadrat üstəgəl B kvadrat aralığında yerləşir. Baxın belə. İndi bunu gəlin sadələşdirək. Necə sadələşdirəcəm? Kök altında 2-nin kvadratı üstəgəl 1-in kvadratı. Baxın. 2-nin kvadratı 4, 1-in kvadratı 1. Toplayanda eləyir kök altda 5. Deməli, bunun ala biləcəyi qiymətlər hansı aralıqdadır? Mənfi kök altda 5 ilə müsbət kök altda 5 aralığında qiymət alır. Bu ifadə əgər bu aralıqda qiymət alırsa, deməli, kök altda 5 loqaritm 2 əsasdan A da bu aralıqda qiymət almalıdır. Avtomatik gəlir burada nəyə çıxır? 2 qat bərabərsizliyə gəlir çıxır. Baxın, qeyd edirəm. Deməli, mənfi kök altda 5 burada. Kök altda 5 loqaritma, deməli 2 əsasdan A, daha doğrusu burada işarəmiz kiçik bərabər də olmalıdır. Bu da kiçik bərabəri kök altda 5-dən. Hər tərəfi kök altda 5-i ixtisara aparırsınız. Hər tərəfi. Burada qalır mənfi 1, kiçik bərabərdir. Loqaritmi 2 əsasdan A, kiçik bərabərdir 1-dən. Əvvəlcə gəlin buranı həll edək. Burada olur nə? Deməli, loqaritmi 2 əsasdan A, kiçik bərabərdir 1-dirsə, buradan da A kiçik bərabər olur 2 üstü 1, yəni 2-dən. İndi buranı həll edirəm. Loqaritmi 2 əsasdan A böyük bərabərdir. Deməli, mənfi 1-dirsə, onda burada A böyük bərabər olacaq. 2 üstü mənfi 1, yəni 2-də 1-dən. Bunu 0,5 kimi də nəzərə ala bilərsiniz. Onda 0,5-dən böyük olur, amma 2-dən kiçik olur. 0,5, 2. Baxın, testin düzgün cavabı B variantı, B bəndi alınmış olur. Keçək növbəti suala. Baxırıq 14-cü suala. 14-cü sualda deyir ki, verilən tənliklər sisteminin sonsuz sayda həlli olarsa, A üstəgəl B cəmini tapın. Sonsuz sayda həlli olmağı üçün x-in əmsallarının nisbəti bərabər olmalıdır y-in əmsallarının nisbətinə, o da bərabər olmalıdır S1-in S2-yə nisbətinə. 9 bölünsün B-yə. Əvvəlcə buradakı ikisini götürsəm, çarpaz vursam 4A bərabərdir 3 vurulsun mənfi 36-ya.
Elə 36 ilə 4-ü ixtisar aparsaq, burada mənfi 9 eləyir. A da bərabərdir. 3 vurulsun mənfi 9 olur mənfi 27. Sonra bu ikisini götürsəm, çarpaz vursam. 3B bərabərdir 4 dəfə 9-a. 9 ilə də 3 ixtisar gedir. Burada 3 qalır. B-nin də qiyməti 4 dəfə 3, 12-yə bərabər olmuş olur. A mənfi 27, B də deməli 12-dirsə, A üstə gəl B cəmi, mənfi 27 üstə gəl 12, düzgün cavab mənfi 15-ə bərabər olmuş olur. Yəni testimizin doğru variantı olur D bəndi. Keçək növbəti suala. Baxırıq 15-ci sual. 15-ci sualda deyir ki, ABCD düzbucaqlısında OCD bucağı 60 dərəcə və OY bərabərdir 4 olarsa AC-ni tapın. Sizə məsləhətim bunu bucaqlarla gedin. Yəni həllini bucaqlarla işləyin. 60 dərəcə buradırsa, bura olacaq 30 dərəcə. Diaqonallar kəsişmə nöqtəsində yarıya bölünür və bir-birinə bərabər olur. Ümumiyyətlə düzbucağın diaqonalları bir-birinə bərabərdir. Kəsişmə nöqtəsində yarıya bölünür, deməli hamısı bir-birinə bərabər olur. Oldu BOC bərabər yanlı üçbucağı. Bura 30 dərəcədirsə, avtomatik burada 30 dərəcəyə bərabər olmuş olur. 30, 30, deməli bu xarici bucaqdır. Özünə qonşu olmayan iki daxilinin cəmini bura 60 eləyəcək. Bura 60-dırsa uşaqlar, burada 30 dərəcə olur. Qutardı. O yeni sizə 4 veribsə, bax fikir verin. 30 dərəcəlik bucaq qarşısının katet hipotenuzun yarısıdır. Deməli, bu 30 dərəcədirsə, sizin hipotenuzun olmalıdır 8. B-dən O-ya qədər 8-dirsə, diaqonal yarı bölünür. O-dan D-yə qədər də 8-dir. Belə çıxır ki, BD diaqonalı bərabərdir 16 cm. AC diaqonalı da ona bərabər olduğu üçün, deməli, AC-ni tapın deyir, onun da düzgün cavabı 16 alınmış olur. Yəni, deməli, testimizin düzgün cavabı olur C variantı, C bəndi. Keçək növbəti suala. Baxırıq 16-cı sual. 16-cı sualda deyir ki, limit x mənfi 2-3 yaxınlaşanda bu ifadənin, yəni limitini hesablayın. Gəlin yuxarını 4x kvadrat çıx 9-u a kvadrat çıx b kvadrat kimi ayıraq. Yəni, yuxarıda olacaq 2x çıx 3, 2x üstə gəl 3 bölünsün 2x üstə gəl 3. Bu da bərabərdir. 2x üstə gəl 3-lər ixtisar gedir. Qalır limit x mənfi 3-də 2-yə. Daha doğrusu mənfi 2-də 3-ə yaxınlaşdıqda 2x çıxılsın 3. İndi x-in yerinə gətirib bu qiyməti yaza bilərsiniz də uşaqlar. Olur 2 vurulsun mənfi 2-də 3 çıx 3. Bu da bərabərdir. 2-lər ixtisar gedir. Qalır mənfi 3. Mənfi 3, mənfi 3. Bunun da cavabı mənfi 6 alınmış olur. Açıq sualdır. Düzgün cavab mənfi 6 alınmış olur. İstəsəz bunu l'hopital qaydasına tapa bilərdiniz. Yəni, surətin törəməsi, aşağıda məxrəcin törəməsi. Yenə eyni cavab, yəni birə-bir mənfi 6 cavabını almış olacaqdınız. Belə. Keçək növbəti suala. Baxırıq 17-ci sual. 17-ci sualda deyir ki, A parametrinin müsbət qiymətində verilən bu iki ədədin əbobu AK çıx 16 olarsa və bu tənliyin də yeganə həlli olarsa, əkob A çıx K, A üstə gəl K-nı tapmalıyıq. Birinci növbədə K kub çıx 27-nin açılışını yazmalısınız. Olacaq K çıxılsın 3, vurulsun. K-nın kvadratı, üstə gəl 3K, üstə gəl 9. Bax, bir ədədimiz budur, ikinci ədədimiz budur. Biz əbob götürəndə hər zaman ortaq olanı seçirdik. Bəli, ortaq olan hansıdır burada? X-in kvadratı, üstə gəl 3K, üstə gəl 9. Bu bərabər olmalıdır. AK çıxılsın 16-ya. İndi bunları gəlin ataq bu tərəfə. Olur K-nın kvadratı üstə gəl 3K. Çıx AK yazıram. 9-un da üstünə 16 gələndə 25 edir. Buradan gəlin K-nı çıxardaq mötərizənin xaricinə. Çünki əmsalını tapmalıyam. Əmsalı olacaq 3 çıxılsın A. Üstə gəlsin 25 bərabərdir 0-a. Deyir ki, bunun yeganə həlli olmalıdır. Kvadratik tənlik kimi baxsaq, yeganə həll nə zaman olur? Diskriminant 0-a bərabər olanda. Onda gəlin bunun diskriminantını tapaq. 3 çıxılsın A-nın kvadratı olmalıdır. Yəni B kvadrat çıx 4AC. Bunu kvadrata yüksəldirəm. 9 çıxılsın 6A üstə gəl A kvadrat. 4 dəfə də 25 eləyir 100. Bu bərabər olmalıdır 0-a. Onda A-nın kvadratı çıx 6A. 9-dan da 100-ü çıxanda mənfi 91 bərabərdir 0-a. Viyyətə görə bunun birinci kökü olacaq 13. İkinci kökü olacaq mənfi 7. Sizə deyir ki, A parametrinin müsbət qiymətini. Deməli, A-nın qiymətini tapdınız. A-nın qiyməti olur 3. Buranı silirəm. 13 daha doğrusu 3 niyə? A-nın qiyməti tapdıq ki, bərabərdir müsbət 13-ə. Amma indi K-da lazımdır axı mənə. K-nı da tapmalıyam. K-nı da tapmaq üçün gəlin buradan istifadə edək. Baxın buradan.
Yəni K-nın kvadratı 3 çıxılsın A. 3-dən 13-ü çıxanda bu eləyir mənfi 10K. Üstəgəl 25. İndi açıq-aşkar görünür ki, bu bizə nəyə verir? K çıx 5-in kvadratını verir. Kvadratı 0-dırsa özü də 0-a bərabər olmalıdır. Deməli, 0-a çevirən qiymət K-nın qiyməti 5-dir. K-nın qiyməti 5-dir. Gətirib yazıram bura. K bərabərdir 5-ə. İndi A çıx K. 13-dən 5-i çıxanda bu 8-dir. A üstəgəl K. 13 üstə 5 gələndə 18-dir. 8 və 18-in ək obisi uşaqlar düzgün cavab 72 alınmış olur. Yəni 17-ci sualda testimizin düzgün cavabı olur 72. Belə. Keçək növbəti suala. Baxırıq 18-ci suala. 18-ci sualda deyir ki, 30 dərəcəli ikiyüzlü bucağın bir üzü üzərində yerləşən A nöqtəsi onun tilindən 5 cm məsafədədir. A nöqtəsindən digər üzə qədər olan məsafəni tapın. İndi ikiyüzlü bucaq deyirsə, bunu fəza kimi çəkməyə ehtiyac yoxdur. Baxın, bu formada çəkin. Deməli, 30 dərəcəlik bir ikiyüzlü bucaqdır. Deyir ki, bunun üzərində olan A nöqtəsi, üzərində yerləşən A nöqtəsi. A nöqtəsini bunun üzərində qəbul edirik. Yəni, belə deyək, onun üzündən keçən düz xəttin üzərindəki A nöqtəsi kimi. Onun tilindən 5 cm məsafədə, bax, tili də buradır. Deyək ki, B nöqtəsidir. Onun tilindən 5 cm olan məsafədədir. A nöqtəsindən digər üzə qədər məsafəni istəyir. Bax, buradan belə bir perpendikulyar indirirsiniz. Nə əmələ gəlir burada? Digər üzə qədər məsafə düzbucağı 3 bucaq əmələ gəldi. Və düzbucağı 3 bucaqda 30 dərəcə bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabər olmuş olur. Yəni 18-ci sualda testimizin düzgün cavabı olur 2,5. Rahat da bir sualdır. Elə topluda da əgər işləmişsinizsə, bu tipli, yəni sualla artıq məncə qarşılaşmışsınız. Düzgün cavab olur 2,5. Keçək növbəti suala. Baxırıq 19-cu suala. 19-cu sualda deyir ki, bu ifadəni sadələşdirin, yəni qiymətini tapın. Kök adda 9-dan 3 çıxır. 13 üstəgəl 3 edir 16. Kök adda 16-dan 4 çıxır. 21 üstəgəl 4 edir 25. Kök adda 25-dən 5 çıxır. Son olaraq kök adda 4 üstəgəlsin 5 qalıb. Bu da eləyir 9. Yəni düzgün cavab kök adda 9-dan 3 çıxmış olur. 19-cu sualımızın cavabı 3 alınmış olur. Belə. Keçək növbəti suala. Baxırıq 20-ci sual. 20-ci sualda deyir ki, sinus alfa çıx sinus beta bərabərdir kök adda 2-yə. Kosinus alfa üstəgəl kosinus beta bərabərdir 1 olarsa, kosinus alfa üstəgəlsin betanı tapın. Gəlin bunun hər tərəfini kvadrata yüksəldək. Baxın, kvadrata yüksələn nə baş verəcək? Sinus kvadrat alfa üstəgəl sinus kvadrat beta olacaq. Bunu öndə yazıram. Sinus kvadrat beta və çıxılsın bunun hasının 2 misli. 2 vurulsun sinus alfa vurulsun sinus beta. Kök adda 2-in kvadratda 2 eləyir. İndi bunu kvadrata yüksəldirəm. Yenə kvadratları öndə yazacağım. Kosinus kvadrat alfa üstəgəl kosinus kvadrat beta üstəgəl bunun hasının 2 misli. Kosinus alfa vurulsun kosinus beta. Birin də kvadratı 1'dir. Aldıq belə bir sistemə və toplayırıq. Sinus kvadrat alfa üstəgəl kosinus kvadrat alfa 1 eləyir. Sinus kvadrat beta kosinus kvadrat beta o da 1 eləyir. 1 ilə 1'i toplayanda olur 2. Və bu ikisində 2-ni çıxardıram mötərizənin xaricinə, birinci müsbəti yazıram. Bax, 2-ni çıxartdım mötərizənin xaricinə, müsbəti yazıram. Kosinus alfa, kosinus beta, çıx yuxarıdakı. Sinus alfa, sinus beta. Və toplamışam, axı 2 ilə 1 toplayıram, eləyir 3. Onda buradan 2 vurulsun. Bu kosinus alfa, kosinus beta, çıx, sinus alfa, sinus beta. Elə kosinus alfa plus beta'nın açılışı deyil. Bəli, onun açılışıdır. Yazıram kosinus alfa plus beta. 3-dən 2-ni çıxırsınız 1 eləyir. 1'i də bölürsünüz buradakı 2'yə. O da eləyir 2'də 1. Yəni 0,5. Açıq sualdır bu. Olur kosinus alfa üstəgəl beta. Bu da bərabərdir. 0,5 alınmış olur. Bu da bizim sonuncu sualımızın izahı olmuş oldu. Belə. İnşallah ki, növbəti sınaqlarda yenidən, daha doğrusu növbəti sınaqlarda işləmək üçün əlavə olaraq paylaşılan bu cür sınaqlardan, dərslərdən də faydalanmaq, yararlanmaq, həm ödənişli, həm də ödənişsiz dərslərimizdə uşaqlar iştirak etmək istəyirsinizsə, bir daha xatırlatma etmək istəyirəm ki, bax, ekranda gördüyünüz 077 598 3800 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videonu bəyənmək və kanalımıza abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.